Nagasaki və Xirosimiya atılan atom bombası haqqında yəqin eşitmisiniz. Bunun maraqlı tərəfi o idi ki, həmin partlayış dünya ölkələri qarşısında belə bir problemi də ortaya qoydu ki, atom enerjisi ənənəvi yolla alınan enerji formalarından çox intihasızdır, yəni sonsuzdur. Belə bir vəziyyətdə atom enerjisinin bu intihasız imkanlardan istifadə etməyin müxtəlif layihələri ortaya çıxdı. Bunlardan da biri aviasiya mühərrikləri layihəsi idi. İlk dəfə buna pul ayıran dövlət Amerika Birləşmiş Ştatları oldu. 1946-cı ilin mayında NEPA layihəsini ortaya qoydu. Həmin layihənin adı belə deyək, Azərbaycan dilində aviasiya atom mühərrikli aviasiya motoru adlanırdı. Aviasiya modeli adlanırdı. 1951-ci ildə onun dəyişib adını AMP qoydular və formadan olaraq J-47 prototipini də hazırladılar. Və bunu da VS-125 təyyarəsinə qoymaq istəyirdilər. Sonraki dövrlərdə isə HTLY-2 və HTLY-3 atom mühərrikləri ortaya çıxarıldı ki, bunlar da həmin təyyarəyə quraşdırılmalı idi. Lakin 1961-ci ildə Kennedy bu layihəyə son qoydu. Səbəbi də oydu ki, artıq ballistik raketlər ortaya çıxmışdı. Bu daha ucuz və daha rahat başa gəlirdi. SSR də bu layihəyə pul qoymağa başladı və 1961-65-ci illərdə Tu-95 LAL strateji bombardımançı təyyarəyə atom mühərriki qoymaq layihəsi ortaya çıxdı və 40 dəfə də uçuş keçirdilər. Lakin sonraki dövrdə həm təhlükəsizlik səbəbindən, həm də yenə ballistik raketlərin inkişafı səbəbindən həmin layihəyə də son qoyuldu.